Dostlar salam. Serbiyanın Belqa şəhərindən sizi salamlayıram. Zeyvur için xoş gəlmişsən. Salamünaleyküm, hoş gördük. Çok şadam. Sizin bu əziz bayramınızı təbrik edirəm bütün Azərbaycan xalqı, Azərbaycan milləti. Hamıya uzun ömür, can sağlığı, neçə belə bayramlara çıxasınız. Çok şadam ki, sizlə mən görüşdüm. Dəvətə görə çox sağ olun. Sağ olun, Allah razı olsun. Bugün mənə çox sayılı gələn suallar, Serbiyaya necə gəlim, aşpaz kimi, restoranda necə işləyim, bu sualları Süleyman Qardaş cavablandıracaq bugün inşallah. Serbiyaya haqqında sual vermək istəyirəm. Necə gəlmək lazımdır, necə eləmək lazımdır, neçə ildir buradasan? Deməli, Serbiyada mən 2 ildir Serbiyadayam, artıq 3-cü il gedir. Serbiyaya gəlmişəm mən Montenegrodan, Çernogoriyadan, yəni 4 ay fəsildə orada işləmişəm. Sonra gəlmişəm dəvətlə bura Serbiya, Belqrad şəhərdə, Belqrad şəhərdə bir aşpaz kimi fəaliyyət göstərirəm. Yenə şükür, necə deyirlər, bu yolda özümə bir iş tapmışam. Yəni aşpaz işləyirəm. Mənim də bu aşpazlıq üzrə işim çox, necə deyirlər, təcrübəm böyükdür. Kiminsə sualı ola bilərsə, qardaşımızın efirindən yaza bilər, kommentlərdə. Biz canlandıra bilərik, yenə lazım olsa bir çəkiliş elə bilərik. Belə də ki, buyurun suallarınızı verin. Serbiya gəlişim mənim Montenegrodan var. Yəni mən Montenegroda işləmişəm və sonra gəlmişəm Serbiyaya. İş tapmaq necə oldu Serbiyaya gələndə? Necə tapdın, hardan tapdın? Ümumiyyətlə, iş tapmaq məsələsi belədir ki, gərək hər bir insan, yəni insan deyəndə, yəni işləmək üçün gəlmək istəyirsənsə, hansı bir ölkəyəsə, qabaqcadan o ölkənin hər hansı bir qanunların bilməlisən, azdan çoxdan dil bilməlisən və ən əsası odur ki, dəvət olmalısan. Yəni, dəvətin olsa daha yaxşı olar. Bəli, sual çıxa bilər ki, gəlib axtarıb tapmaq filan dəsməkan. Olar. Amma buna vaxt gedəcək, vaxt tələb olunur. Amma çağırışla gələndə, dəvətlə gələndə bu daha yaxşı olur. Mən bura dəvətlə gəlmişəm, yəni əvvəl işlədiyim restoranda və bu dəvət olunub bir restorandan 1 il, 2 ay orada işləmişəm. Sonra o restoranda biraz yanğı oldu, ora-bura dəyişdim. İndi başqa bir restoranda işləyirəm, fərq etməz. Yəni artıq alışıb yanırsan. Hər halda dəvət gözəl şeydir. Dəvətlə gəlsələr lap yaxşı olur. Əsas sual, aylıq qazancınız təxmini nə qədərdir? İzləyicilər maraqlandıran. Aylıq qazanc belədir də. Orta hesablamalarla aşpazın, yaxşı aşpazın, yaxşı profesional aşpazın deyərdim ki 1100-dən başlayır, 1500-ə kimi olar, almaq olar, mümkündür. Baxır sənin o restoranı tapmaq və o restoranda danışmaq və öz iş potensialını bildirmək ki, mən buna qadirəm, mən bunu bacarıram. Yəni, mən bir tək su pişirirəm, bozbaş pişirirəm, küftə, bu şeylər burada girmir, yəni keçmirlər, belə deyək. Girmirəm, bu kəsərsin. Yox, kəs oldu. Nəysə. Yəni ki, İşini bilər. yəni, iş təcrübə olan. Heç kəs deməsin ki, mən 2 ildir burada işləyirəm, orada işləyirəm, gəlib Serbiyada nə kimi maaş ala bilərəm, məsəl üçün, nə kimi çalışa bilərəm. Hər hansı bir işdə təcrübən olmalıdır. Avropa mətbəxindən, yəni gəldiyin ölkənin öz mətbəxi varsa, o mətbəxlə maraqlanmalısan. Nəyisə də yiyələnib, örgənib bilmək lazımdır. Elə-belə durum gəlim, mən burada 1500 alım, 2000 alım, elə şey yoxdur. Ola bilər, bəli, sən gələ bilərsən, birinci aylar, 2-3 ay, 800-900 alarsan, iş prosesin başlayanda, işin gedəndə onu görəcəklər ki, bəli, bacarırsan, əl qabiliyyətin var, bacarığın var, sənin maaşını qaldıracaqlar, hamı kimi sən qalacaqsan. Serblər bizim yeməyi sevir yoxsa sevmir? Yəni qarşıda çıxıb ya çıxmır. Mən belə deyərdim, ümumiyyətlə bizim mətbəx zəngin mətbəxdir, çox gözəl mətbəxdir. Dünyanın çox yerlərində belə də, yəni Avropadan danışıram, dünya deyəndə biraz Avropanın çox yerlərində bizim mətbəx yüksək yerdədir, yüksək bir təbəqədədir. Amma ki, bunu alışdırıb yandırmaq, bunu burada çatdırmaq belə, yəni buna bir imkan lazım, vaxt lazımdır, vədə lazımdır. Əlbəttə ki, bizim mətbəx gözəl mətbəxdir, bizim mətbəxə heç nə çata bilməz. Mən
çox mətbəxlər tanıyıram, yəni saysız hesabsız. Bizim mətbəx həmişə birinci olur. Bunu da bu serblərə, yəni bu serb xalqına çatdırmaq üçün yenə də vaxt zaman lazımdır da. Yəqin ki, bunlar da sevirlər, onların da xoşuna gəlir. Mən hələ rastlaşmamışam, deyə bilmərəm. Amma bunların da ət yeməklərini bilirəm ki, çox gözəl ət yeməkləri var. Yəni ki, bunlar hamısı ət sevirlər, bizim kimi. Hansı yeməyi bişirmişsiniz Serbiyada yoxsa yox? Azərbaycan yeməyindən söhbət gedir. Bəli, mən Azərbaycan aşpazı olaraq bayramlarda olub, həmişə yox, amma bayramlarda olub bizim yarpaq dolmasını bişirmişəm. Üç bacı deyirik də biz. Badımcan, pomidor, biber, çox bəyəniblər, çox ləzzətli. Sonra da bir-iki dəfə xahiş ediblər, olub, bəli, çox sevirlər. Bizim mətbəx, əsasən bizim mətbəxdə sevirlər qutabı, göy qutabı, ət qutabı çox sevirlər. Bu təcrübəni keçirtmişəm də həyatımda ki, yəni bizim mətbəxə bunlar necə yanaşırlar. Maraqlı gəlir də. Çox maraqlı gəlir, çox da sevirlər, çox da xoşlarına gəlir. Sizcə Azərbaycan mətbəxi yoxsa Serb mətbəxi? Tam səmimi də, yəni Serb mətbəxi yoxsa Azərbaycan mətbəxi? Amma düzünü deyir də, yəni. 100% Azərbaycan mətbəxi, 100%. Yəni heç bir fikirləşməməkdən belə, yəni nəsə bir başqa bir fikir olmadan belə Azərbaycanın mətbəxi nömrə 1-dir hər yerdə. Serbiyada yaşamaq necədir bəs? Serbiyada yaşam tərzi ümumiyyətlə indiki zamanədə bilirsiniz ki, yəni ölkəmizdə də bir o qədər də xoşa gəlmə hallar yoxdur, yəni iş barəsində. Serbiyada yaşam tərzi çox gözəl. Yəni sənin iş maaşınla sənin yaşayış tərzin normal. Özünü idarə etmək, yəni ailə saxlamaq mümkündür. Baxır, sən necə, hansı işdə işləyirsən və nə qazanırsan. Soruşurlar da Azərbaycanlılarında. Bir həyatda olub məndə belə bir təcrübə, serb olub, bizim müştəri olub. Eşidəndə biləndə ki, mən Azərbaycanlıyam, inandırım ki, çox sevinib. Dacı deyərdim ki, bir-iki söz var ki, salam aleykum, belə, məsələn, gediblər də, deyir, Bakıda olmuşuq, biz gəzmişik Bakıda, xoşlarına gəlib. Bizi də çox sevirlər bizim milləti, bizim xalqı, yaxşı da hörmət eləyirlər. Biz də çalışırıq ki, hörmətə qarşı hörmətlə, daha yaxşı, bəli. Yəni, özünü göstərməkdən asılıdır da. Onu da bilirəm ki, Serb xalqı, Serb milləti mərd millətdir. Yəni, tarixən bunu görmüşük, oxumuşuq, tarixdə də düzdür, bunların əvvəlcə türklərlə böyük bir davaları, müharibələri olub. Amma hər bir necə deyiləm, müharibələrə baxmayaraq, indi bu savremenli də, belə deyək, bu axır illər deyim beləci, bizim xalqla ümumiyyətlə çox gözəl münasibətlər, çox gözəl. Baxır, yenə deyirəm, insanın mədəniyyətinə özünü aparmalıdır. Serbiyada yaşamağın ən çətin tərəfi. Qarşılaşmışsınız da yəni ki. Serbiyada yaşamağın ən çətin tərəfi odur ki, sənin sənədin olmalıdır. Yəni, hansı bir ixtisas? Bəli, sənədin və ən azından bir 60-70% bunların dillərini bilməlisən. Serb dili Rus dilinə nisbətən bir-birinə oxşarlığı var. Yəni, 80-ın 100-ə beləncidir. Bu da ondan irəli gəlir ki, sən öz sənətini, öz peşəni bilsən, sənətlərin qaydasında olsa, sənə burada gecə vaxtı ola bilər, evdə özünü yaxşı hiss eləmirsən, deyirsən çıxın gəzin bir şəhəri, heç kəsin heç sənlə işi yoxdur, heç kəs sənə güldən ağır söz demir, necə deyərlər, bezapaslı bir ölkədir. Yəni, kriminal cəhətdən, kriminalsız bir ölkədir, heç kəsin heç sənə işi yoxdur, hamı öz işindən məşğuldur. Mənim xoşuma gəlir, yəni kriminal cəhətdən, kriminalsız bir ölkədir, heç kəsin heç sənə işi yoxdur, hamı öz işindən məşğuldur. Mənim xoşuma gəlir, yəni burada yaşamaq ləzzət edir. Sadədir, çox sadə millətdir, çox sadə bir xalqdır.
Mehriban insanlar. Çox mehribandılar. Yəni dostpərvərdilər. Biraz sən istili, yəni yaxınlaşmaq üçün də belə deyək, istili münasibətdə görürsə, səni özünə belə deyək, təhlükə bilmirsə, səndən çox gözəl bir münasibət bağlayır. Təşəkkür. Bir maraqlı suallardan birini verin ki, illərdir Azərbaycandan kənardasınız da. Azərbaycana qayıtmaq istəyirsiniz. Hər bir kəs ümumiyyətlə harda olursan ol, sən qayıtmalısan gecə-tez. Əlbəttə, doğrudur. İndiki Bir gün hamı geri dönəcək. Bəli, Gəldiyi yerdən geri dönəcək. gəzməyə yad ölkə, ölməyə vətən belə bir şey var. Düzdür, biz o fikirlə yaşamırıq ki, ölməyə gedəcəyik Azərbaycana. Nə vaxtsa qayıdacağam, əlbəttə ki, mən də fikirləşirəm ki, hələ fəth etmədiyim, o necə qət etmədiyim bariyerlər var, öz fikirlərim var, öz mətbəxlə də mətbəxə aid olaraq, belə deyim. Öz fikirlərim var, o fikirlərimi həyata keçirdəcəm. Yəni, artıq hiss eləyəndən sonra ki, mən bəsdir, tamam, artıq Avropa yox, vətənə getmək istəyirəm, əlbəttə ki, qayıdacağam mən də. Bir də Azərbaycandan çox adam bura gəlmək istəyir də, yəni neçə nəfərdir. Yəni məsləhətin nədir burada gələn insanlara? Nə tövsiyələr verə bilərsiniz? Fərqli yoxdur, aşpaz olmasın, hansısa bir sənəd olsun. Bəli, hər hansı bir sənət dəxli yoxdur. Qaynaqçısan, bərnansan, aşpazsan, sürücüsən, hər hansı bir qanun belədir. Bu belə də tələb olunur. Hər hansı bir ölkəyə getməmişdən qabaq ən azından heç olmasa bir 4 ay, 5 ay internetdir, şükür Allaha 21-ci əsr telefon var, evdə bəzilərində internet notebook var, nə bilim hər şey var. Girin bir o ölkəni öyrənin. Görün o ölkə nə tələb edir, o ölkənin qanunları nədir, yaşayış tərzi necədir, getməyə dəyərmi, dəyməzmi? Oranın orta maaş məbləğ nə qədərdir? Yaşam tərzi necədir? İnsanlar, yəni bu şeyləri öyrənib sonra addım atmaq lazımdır. Qaldı ki Serbiya yenə də deyirəm, Serbiyada gəlmək üçün desəm bəlkə bizi qınayarlar, başqa cür başa düşərlər. İngilis dilində bilməsən, heç olmasa rus dilini bil gəl. Mən rastlaşmışam belə şeylərlə. Heç nə bilmədən kör-körənə gəlib ki, məni işə dəvət ediblər, mən də dil bilmirəm, filan şey bəs. Yəni, ən azından biraz dilini bilmək və yaşam tərzi, qanunları, desin, insanları, xalqı öyrənmək lazımdır ki, mən hara gedirəm, mən nə edirəm? Canım desin, insanları, xalqı öyrənmək lazımdır ki, mən hara gedirəm, mən nə edirəm? Özdə bir sözdə deyim, bu yekunlaşdırmaq üçün də bu sualın cavabını sənətinizi bilin gəlin. Sənətinizi bilin gəlin. Yəni sənətiniz yoxdursa, mən gedib orada kosmonavt olacağam. İnandırım sizə ki, siz burada kosmonavt olmayacaqsınız. O milyon faiz. Siz burada oliqarx ola bilməyəcəksiniz. Əgər sənətin yoxdursa. Aytişniksənsə, pajolostur. Həmən şey var. O da bilib gəlir bura. Nə bilim... Mühəndis. Mühəndissənsə, əlbəttə ki, burada mən tanıyıram, mühəndisləri də tanıyıram. Operator qardaşımız oradan deyir bizə. Mühəndis. Dəyanət fitness. Dəyanət fitnessinə salam olsun. Dəyanət qardaşımız da buradadır. Bəli, mən də gəlim. Mühəndislər tələb olunur burada. Çox güclü mühəndislər, yaxşı, bacarıqlı mühəndislər. IT-şliklər ümumiyyətlə burada əllə axtarırlar. Canım sənə desin, yaxşı o metala konstruksiya, dəmirlə əlaqədar olaraq. Sonra tikinti barədə mükəmməl sənətkarlar. Hər sahəsi, tikintinin hər sahəsində. Bəli, tikintinin hər bir Hər zaman ehtiyac var. Bəli, beton tökən lazımdır, professional olsun. Evinizdə bir məhəllədə bir beton tökmüşəm yox. Yəni professional şəkildə, usta kimi, İşimin peşəkarı. Bəli, işinin peşəkarı ol ginən, gəl ginən, bəli, canla başla, sənə burada 100% iş var, qarşılıqlı olaraq sənə də hörmət eləyəcəklər, işini bəyənəcəklər, əgər bacarırsansa, maaşın da yaxşı olacaq, pis olmayacaq.
əvvəli çətindir. Hamıya mən də çətin olub. Və bu qardaşlar özləri də burada yaşayırlar. İndi mən biraz bunlardan deyək çox yaşayıram, az yaşayıram. Hamıya çətin olur. Sənətini bil, gəl. Həmi Süleyman əmin də mən dediyinə bir qüvvət olsun deyə bunu deyirəm ki, gələnlər mənə soruşurlar, gəlim. 18 yaşında, 20 yaşında uşaqlar. Deyirəm ki, bura gəlməyə pulun varsa, bura gəlib xərcləmə də. 5 manatın da üstünə 5 manat qoy, dil öyrən, kompüter öyrən və yaxud da nəsə bir peşəsən öyrən. Ondan sonra Avropaya. İndi Sonsuz xətrinə dəyər mən bunu yox, deyəm. indi bilirsən dəyərəm. İndi olur da bizdə də efirlərdə yazırlar ki, hayır, gəlim işləyim. Gəl işləyə qardaş, sən mənim üçün işləmirsən, özün üçün işləyirsən. Amma gəlməməkdən qabaq biraz fikirləş də, mən hara gedirəm? Mən gedib orada nətər kuryer işi var, gəlim. Ay qardaş, kuryer işi var, sən ona dözəcəksənmi? Bura Azərbaycan, Bakı deyil. 12-14 saat işləyirsən əlbəttə. Qardaş, 14 saat, 12 saat uşaqlar var da, Azərbaycanlılar, qardaşlar var ki, işləyirlər. Nə əziyyət çəkirlər, necə pulu qazanırlar, sizə qıraqdan gözəl görükür də, qazanır da. Qardaşdan qazanırsan, mən qazanarsan. Amma sən fikirləş ki, sən bunu fəth edə biləcəksənmi? Sən bacaracaqsanmı bu çətin deyil. Yəni, hər şey asan olmur, elə deyil. Gələn xoş gəlsin. Gəlin. Gələ bilərsiniz də hamı yəni. Bəli, Bizə bəli. iyrəndirmirik də buradan yəni ki, kimsə gəlməsin. Yox, İstəyən gəlmək istəyən Allah rızası olsun. Kim istəyir gəlsin, kim istəyir iş qoşmaq, biznes burada gözəl biznes qoşmaq olar. Yəni biznes qoşmaq olar. Amma biraz da onun çətinlikləri var. Yəni indi loru dildə desək, örtbastıqla olmur. Hər şey qanun çərçivəsində. Vergilərini verirsən, düz işini aparırsan, kassa aparatın, nə bilim, erkipirin, hər şeyin olandan sonra malın düz gələndə, fakturaların düz olanda biznes aç. Nə istəyirsən? Ürəyin nə biznesi istəyirsən, burada 2 gün, 3 gün vaxt lazımdır ki, özünə firma açmağa. Yəni, firma açmaq burada 2x2-dir. Baxır, o firmanı açandan sonra sən nə eləmək istəyirsən? Süleyman bəy, bugünkü günə görə çox sağ ol. Sağ olun. İzləyicilərə maraqlı suallar cavablandırdın. Kimin nə sualı var, kommentlərdə yazın. İndi Həmid qardaşımız da canlandırar, lazım olsa soruşar məndən ki, məsəl üçün Süleyman, buna nə tər cavab verək, buna nə deyək? Biz hazırıq, yəni çəkinəcək bir şey yoxdur, utandırıcı bir şey yoxdur. Həmişə bilməyib öyrənmək gözəl şeydir. Əlbəttə. Amma bilməyib boş-boş danışmaq, bu elə hesab elə özün özünə hörmət qoymursan, kənardakılara da hörmət qoymursan. Mən belə deyərdim. Əlbəttə. Vallahi. Yəni çox sağ ol ki, dəvətimi qəbul etdin bu gün görüşməyə. Yəni illərdir məndən mən özüm 1 ildə yaxındır yaşayıram, amma Süleyman bəy məndən illərdir, 2 il, 2 il yarımdadır təxmini yaşayır da. Yəni daha təcrübəlidir. Daha az çox şey mən də öyrəndim, izləyicilər də öyrəndi. Yəni çox sağ ol hər şeyə görə. Allah razı olsun. Allah sizə var olsun. İnşallah kanalı da izləmədə qalın. Zəhmət olmasa tıklayıb izləyin. Bir DNT-də də sağ ol deyən də, hə? Dəyanət, Çox sağ olsun. dəyanət də Nə ki, sağ ol deyən yoxdur. dəyanət də öz yerində. Allah sənin də canını sağ eləsin, əziyyət çəkirsən. Sağ ol. Necə deyirlər, bir operator kimi çəkirsən, gözəl də çəkirsən. Sənə də uğurlar, müvəffəqiyyətlər. Həmişə belə cavan, cumhuriyyə, işgüzar olasan. Allah ruzi bərəkət özü hamının, bütün Azərbaycan xalqının başından tutsun. Sağ ol. Sağ ol dedi. Sağ ol.